hadisə çox qədimdə baş verib. O zamanlar Yunanistan və İran arasında müharibə gedirdi. İran ordusu Yunanistanın paytaxtı Afinaya doğru ilerləyirdi. Buna görə Afinanı idarə edən 3 ağsaqqal bir yerə yığışıb məsləhətləşdilər. Birinci ağsaqqal dedi: Düşmənlər Marafon şəhərinə yaxınlaşır. Marafonla Afina arasında 42 kilometr yol məsafə var. Əgər onlar Marafonu alsalar, bir günə paytaxta çatarlar. İranlılar şəhərə girsələr, heç kimə aman verməyəcəklər. Gəlin Afinadakı qadınları və uşaqları şəhərdən çıxaraq, onları dağın arxasında gizlədək. Gəlin düşmənlərin silahla qarşılayaq, onların qravlarında baş əyək. Onlar tərəfimə gəlib heç kimə toxunmazlar. Biz ordu ilə döyüşəcəyik. And içirəm ki, son qanımıza qədər uçacağıq. Düşmənləri paytaxta buraxmayacağıq. Hamı ihtiyacı alqışladı, amma ağsaqqallar şərt qoydular. 3 gün ərzində səndən xəbər gəlməzsə, biz qadınları